Kanal izləyiciləri, mən Günel müəllimə. Bugün sizlərlə lövhədə gördüyünüz belə bir dim sualı ilə qarşınızdayım. Deməli, sualımız artıq qəbul imtahanında səhv eləmirəmsə istifadə olunmuş sual tipidir. Gəlin keçid eləyək suala. Baxın, bizdən tangens alfa minus bettanı soruşur. Əvvəlcə tangensin açılışını yazım. Sinus alfa minus betta, kosinus alfa minus betta. Və kotangens alfanın açılışını yazım. Hansı ki, kosinus alfa böl sinus alfa. Baxın, biz bunu tapmalıyıq. Bəs burada nə etmək olar? Mən düşünürəm ki, gəlin bu ifadənin hər iki tərəfinə əvvəlcə sinus bettanı əlavə edək. Sinus bettanı əlavə edəndə nə olacaq müəllim? Burada sinusun toplama düsturu yaranacaq. Bir dəfə də hər iki tərəfindən sinus bettanı çıxaq. Fikir verin, buradan da sinus bettanı çıxıram. Və burada qalacaq 4 sinus betta. İndi bunu siz sinusun cəm düsturuna görə açsanız nə baş verəcək? 2 sinus alfa kosinus alfa minus beta bərabərdir 6 sinus beta. Davam edək. Bunu da açılışını yazın. Tərəf-tərəfə çıxanda 2 sinusları çıxırıq. Sinus alfa minus beta kosinus olacaq nə? Kosinus da toplamadı. Kosinus alfa. 4 sinus beta. Diqqətli baxsanız, hər tərəfi sadələşdirsək, yuxarının ikisinə bölsək, qalacaq sin alfa, kosinus alfa minus beta 3 dənə sinus beta. Baxın, elə yuxarıdakı ifadə həmin ifadə deyil. Onun yerinə yazın 3 sinus beta. Və aşağının da hər tərəfini 2-yə bölsək, burada 2 qalır. Sin alfa, kos alfa, daha doğrusu bunun yeri aşağıdır. Üzrü sayın, bunu aşağıdır yazaq. Bunun yeri aşağıda olacaq məxrəcdə 2 sinus beta, 3 sinus beta. Surətdə də olacaq 2 sinus beta. Düz yazdığımı? Bəli. Sinus betalar ixtisara geçsə nə qalacaq? 3-də 2. Testin cavabı olacaq A bəndi. İzlədiyiniz üçün sağ olun.